Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin 2025 coğrafi test sorğusundan belə bir test nümunəsinə baxırıq. Sualda bizə deyir ki, A və B məntəqələri ekvator və Qrinç medianının kəsişdiyi nöqtədə eyni məsafədə yerləşir. Lakin A məntəqəsi 225, B isə 135 dərəcəlik azimutdadır. Bu məntəqələrə aid olan ümumi əlamətləri müəyyən edin. Gəlin ilk olaraq baxaq. Ekvatorla Qrinçin kəsişdiyi nöqtədəyik. Bura olsun 0 Greenwich, bura olsun 0 ekvator. Baxın biz bu nöqtədəyik hal-hazırda. Deyir ki, A məntəqəsi bundan 225 dərəcəlik, yəni cənub-qərb azimutundadır. B məntəqəsi isə 135 cənub-şərq azimutundadır. Baxın, bunlar eyni məsafədə uzanırlarsa, deməli bunlar eyni paralelin üzərində olmuş olurlar avtomatik. Amma fərqli meridianda olacaqlar. Çünki fərqli azimutlarda irəliləyiblər. İndi baxaq. Deyir ki, eyni paralel üzərindədirlər. Bəli. Şaquli dəyən kölgəsi ən qısa kölgəsi yay gündönümündə müşahidə olunur. Xeyr, ən uzun kölgəsi olmalıdır. Çünki yay gündönümündə bura günəş ən kiçik bucaq altına düşür. Çünki yay gündönümündə günəş şimal tropikində zəngdə olur. Bura ən kiçik bucaq altına düşür. Günəşin düşmə bucağı kiçildikcə kölgə uzanır. Demək ki, burada ən qısa yox, ən uzun olmalıydı. Şimal tropikindən məsafələri eynidir, bəli. Çünki eyni enlik üzərində yerləşirlər. Yerli vaxtları eynidir, yanlışdır. Çünki yerli vaxtların eyni olması üçün eyni meridian üzərində yerləşməlidirlər. 4 yanlışdır. İl ərzində günorta vaxtı günəş şüalarının düşmə bucağı eynidir. Bəli, eyni paralelin üzərindədirlər. Qış gündönümü günü günorta vaxtı günəş ən kiçik yox, ən böyük bucaq altına düşəcək. Çünki qış gündönümü cənub yarımkürəsində günəş zəngdə olur və A və B məntəqələri də cənub yarımkürəsindədirlər. Cavabımız oldu 1, 3 və 5.